Bilmək lazımdır ki, şəriətimiz hər bir şeyi əhatə etdiyi kimi, bayramlar mövzusunda da bizlərə açıqlama bəyan verib. Şəriət bu barədə bizi qafil qoymayıb, elmsiz qoymayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm bizi bu barədə elmsiz saxlamayıb, əksinə xəbər verib. Və bildiyimiz kimi bayramlar nə ilənsə əlaqəli olur və hər bir bayramın nəyəsə dayanacağı olur, nəyəsə söykənəcəyi olur. Və görürsünüz ki, bəzi bayramlar və ya bəzi qeyd olunan münasibətlər küfrə və ya şirkə və ya hansısa bir sağlam insan ağlına uymayan şeylərlə əlaqələndirilib keçirilir bəzi bayramlar. Və məsələn, onlardan biri qorxu bayramı. Ümumiyyətlə, qorxu ilə bayram bir-birinə zidd olan şeydir. Qorxu bayram ola bilməz. Qorxuda bayram yoxdur. Qorxuda dəhşət var, qorxuda sıxıntı var, qorxuda üzüntü var, qorxuda bəla növlərindən bir növ sayılır qorxu. Qorxuda heç bir bayram ola bilməz.